Baş sponsor Lake City Yaşayış Kompleksi. Sponsorlar Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları. Hay bəh. Yella Yasim yella. Yella Asim yella. Yella yavaş yella yavaş da. Bəh. Adam uşaq olmaq istədi Asim. O uşaqlıq dövrümü yadıma saldım. Belə yellənərdi həmişə. Tənbəllik eləməsən, hər gün gəlib belə yellənəsən. Hay. Yella Asim, yella oğul, yella. Ay müəllim. Ha qaldır da, ha? Oy. Müəllim, gecikireyim müəllim. Ara gecirik. Gəncəyə gedirik axı. Allah doğrudan ya. Saat ne saat? 5 saat yolumuz var bizim Gəncəyə. Xəbəriniz var? Hadi ha müəllim. Sən də mən burada oturub yerlədirsən. Da saxla. Asim saxla da deyirəm, Gəncəyə gedirik. Asim saxla. Allah. Saxla da bəs da. Gedək müəllim. Bir dənə də burada sürüşüm gedək, xahiş edirəm səndən. Yaxşı. Bu Lake City'nin imkanlarından adam istifadə eləmək istəyirik. Bir dənə gözlə. Bir dənə buradan. Hoppa! Mən də uşaq olmuşam da, mənim uşaqlıq illərimdə belə şeylər olmayıb. Qoyasın bunsa indi çıxardım, onun dadına nə olar? Səni uşaqlıq, sən bizdən uzaq düşdün artıq. Doğrudan da uşaqlığımız bizdən uzaq düşüb artıq. Biz o vaxtı belə kərpiclər, daşlar düzərdik, üstünə də bir taxta, yelləncək düzəldərdik, yellənərdik. Amma maşallah olsun ki, indi müasir yelləncəklər var, müasir avadanlıqlar var. Adam uşaq olmaq istəyir. Amma biz məcbur çıxmalıyıq, çünki yolumuz uzaqdır. Gəncəyə gedirik bu gün ləzzət axtarışında. Qadanız alım, Gəncə yeməklərinin dadına baxacağıq. Bizi yenə də dostlarımız qonaq çağırıblar Gəncəyə və həmişəki kimi baş sponsorumuz Lake City Yaşayış Kompleksinin həyətindən çıxırıq yola. Sponsorlarımız Oba Marketlər şəbəkəsi və Çayka şirniyyatlarıdır. Yolumuz Gəncəyədir. Yolumuz Gəncəyədir. Demək, artıq gəldik, çatdıq gələcəyimiz məkana. İndi bilmişik ki, əslində biz Gəncədə yox, Gəncənin yaxınlığına gəlmişik. Bizi bir dostumuz, Pərviz adlı dostumuz, Gəncəlidə əslən, o bizi dəvət edib, ləzzət axtarışında komandasını ki, gəlin bizim Gəncə yeməklərin dadına baxın. Bizim ağırlı prodüserimiz da, icraçımız da bizə deyir ki, Gəncəyə gedirik. Amma sən demə, məkan Gəncədə deyilmiş. Düzdür, Gəncəyə yaxındır. Samux, 2 kilometrə. Əslində biz Samux rayonunun hansı kəndi idik? Sərkar kəndi. Sərkar kəndinə gəlmişik. Qəşəng maraqlı yerdir. Samux rayonunun Sərkar kəndindəyik. İnşallah gələn səfərlərdə də o 2 kilometri düzəldərsən də. Birə sağ ol. Gedərsən, onu düzəldərsən, gedər Gəncəyə inşallah. Amma elə gəlir ki, bu mətbəxlər eynidir. Əsas odur ki, gəldik, sağ-salamat çatdıq.
Bəbələr də bizi gözləyir oğlum. Necəsiz? Necəsiz, yaxşısınız? Yaxşı. Gəlin Əmi ilə bir görüşün hələ, gəlin Əmi ilə bir görüşün. Nətərsiz? Yaxşı. Keyfiniz, əhvalınız? Yaxşı. Nədəsiz? Yaxşısan? Hə, həmişə siz gələsiz gözəl Gəncəmizə, qədim Gəncəmizə, həmişə siz gələsiz. Bəh. Assalamu aleyküm. Ay Pərviz müəllim. Salam Ay Pərviz müəllim. Nətərsən qardaşım? Qadanım, xoş gəldin. Pərviz, nə olub sana qardaşım? Bax, otelə bax, oradan düz yıxılmışam yerə, qavrğam qırılır. Deməli biz əslində bir həftə bundan qabaq gəlməli idik. Pərviz nə isə düzəltmə, antena zad düzəltmək Otelə istəmişdim. bax, Krişan, bax, otelə bax oranı. Ha, oranı. Hə, otelə bax oranı. Oradan nə oldu belə? Oradan yıxıldım düz ora. Daşların üstünə qavrğam qırıldı, çatladı. Ha, qardaşın 2 dənə qabırğası sınıb, amma yenə də görsən. Mənim yolunu gözləyirdim. Sağ gəlsin. Ay maşallah, nə qədər adam var. Bəh. Xoş gəlirsən. Necəsiz, keyfiniz, əhvalı? Sağ ol. Allah Yaxşı, sənə tanış elə bir. Mənim dayım, əslində atamın dayısı, amma daha deyil. Vay. Ay, nə qədər adam yığışıb bura, maşallah. Xoş gəlirsən. Necəsiz, keyfiniz, əhvalı? Necəsiz? Salam verəcək. Gəncənin qadasını alın. Salam. Oo, ağsaqqala eşq olsun. Ağsaqqala eşq olsun. Eşq olsun ağsaqqala. Allah canını sağ eləsin. Öpürəm sizi. Ömrünüz uzun eləsin. Öpürəm. Siz, mən də sizi öpürəm. Çox sağ olun. Siz bu məkana xoş gəlmişsiniz. Sağ ol. Sabah gəlmişsiniz. Allah sizi var eləsin. Çox sağ olun. Allah sağınızı. Bəs babamız Atamın dayısı, o da əmin. maşallah o qohum Babam məğribəsi onu yaddan baba. çıxarmışsın kim Yəni- kimin nə idi? Yəni bura yığılanlar hamısı bir-birinin qohumudur. Sizinlə birlikdə. Bəli. Hər halda Azərbaycan xalqının, Azərbaycan millətinin, Azərbaycan dövlətinin evladısınız. Odur ki biz qohumuq. Bəli. Yaşı soruşmaq olar. Yaşım çox yekədir. Məndən ağsaqqal da var. Lətif baba. Gəldi, babam gəldi. 95 yaşı var. Oy maşallah. Ha. Sizdə neçədir? Mənim 86 tamam olacaq. Allah qoysa. Allah sizə də 86 yox 100 yaş versin. Oy 100 yaş. O baba elə 5 il qalıb da, 5 il qalıb Bu, satmağa. bu babadır. 5 il qalıb, 4 il qalıb. 4 il qalıb. Bu babalar babasıdır. Babalar. Baba, necəsən? Nə var, nə Sağ yox? ol, yaxşı, əla. 95, 96 yaşım var. 95. 5. Keçəcək 96. 96-ya keçərsən də ya. Məhləni babam mı alıbdı? Hədiyyə eləyibdi. Əsl babasıdır. Doğrudan. Ana, Bax, ben nəbiyə nə lazımdır? belə Məhlə. belə baba hər adama qismət olmur. Hə. Baba, biz ləzzət axtarışında Aha. gedirik bölgələrə, hər bölgənin yeməyini dadına baxmağa. Ay sağ ol. Sən bu 95 ildə nə yemisən belə maşallah? Süt qatı, Dımbıl kimi. penir. Süd qatıq pendir. Ha. Süd qatıqla necə Hansı? qalmaq olar belə? Hara 90. gedirsiniz? Ona da çörək də yeyirsən də. Hara gedirsiniz hamısına baxıram. Öpürəm sizi. Hamısına bircə. Öpürəm. Allah sizin canınızı sağ eləsin. Onunla siz belə toyuq, moyuq, nə bilim, Onlardan da yemişəm. Ben arada onlardan da olur axı. amma əsasən qatıq. Əsas çox Xoşduyur qatı. toyuq kababını. Xoşduyur nə də kətəni. Kətə. Saç kətəni. Gəncə kətəsi. Gəncə Bəli. xoşduyur toyuğun o Çindən qurağımız. Oo, burada hətta Çindən qonağımız var. Sisi, Niha. Niha. Salamı. Salam. Bilir qardaş bizim dildə. Mən tərcümə. Salam. Ha. Necəsiz, keyfiniz əhvalınız? O Çinli qardaş hara, bura, hara necə oldu? Bizim Məhərrəm qardaşımızın, Hə? Məhərrəm qardaşımız var. Biz onunla dostuq, onun qonağıyıq. Nə ilə məşğuldur? Bunlar Bakıda soyuducu vitrinlərin satışı ilə məşğuldurlar. Aha. Siz də qonşularsınız yoxsa qohumlar? Necəsiz bibi? Keyfiniz əhvalınız necədir? Sağ olun. Siz nəyisiz bəs Pərvizin?
Pərviz mənim bacısımın nəvəsidir. Siz də qonşusuz? Bəli, qaynanasıyam. Qaynanası Pərvizin. Deyəlim gərək. Sən denən mənim. Anam da, anam. Anam mənim. Anam mənim. Yəni ki, Pərvizin şirin maması. Bəli, Bəli. Həm də aşpazımız. Açaq bir dənə bana. Bu nədir? Yarpaq dolması. Bu Təzə yarpaq. Gəncənin yarpaq dolması. Aha. Bu da plovumuzun qarasıdır, kəlafırla, çiyiddaş plovla. Çüydü aş. Ha, çüydü budur. Yəni şüydü də, bunun üstündə paxla da var. Paxlalı çiyiddaş. Bu yaxşıdır. Gəncənin plovudur. Bu da dolmadır. Bəs yaxşı, bu da dolmadı, o da dolmadı. 2 qazandır da. Bu da çəkmə bişirəcəyik, onun xoruzudur. Çəkmə pilovdur, pilov növüdür. O da onun elə bir ki, qarneridir, onun yanına qoyulandır. Sənin ki, 2 dənə qabırğan sınıb, bu günləri qabırğa ilə bağlı bizim üçün heç də bişirdirməm. Nə kababını istəyirik, nə buğulamasını istəyirik. Çünki mən bugün qabırğa yiyənmərəm. Pərvizin qabırğası sınıbsa, mən bugün qabırğa yeyə bilmərəm. Qaqaş, burada da gəldim, bibi tapdım özümə ya. İsə bala canı, qaqaş. İsə bala, gəl tanış olaq. Tanış olaq da, nə qəşən bibim var mənim. Bəli. Mənim bir dənə bibim vardı, o qaldı Bakıda, gəlmişəm burada Gəncədə tapdım bibican. Bibi, Bəcan. neyinisən ay bibi? Sənin üçün qutab. Siz qutab deyirsiniz, biz kətə deyirik də. Ha, biz tərəfdə buna qutab deyirlər. Bəli, bizdə kətə. Bunun Gəncə kətəsi. içinə nə qatmısınız? Pendir gördüm elə bir. Pendir. Pendir də var elə bir. Şor. Şor. Pendir bir də şor hala üstünə. Gəncə kətəsinin dadına baxaq, qoy hazır olsun. Onu qəşəng bir dənə nehrə yağı ilə ha bibizan. Nehrə ilə bir dənə onu qəşəng yağlasınlar, bir dənə onun dadına baxım. Sonra deyim ki, nədir? Lake City'də cəmi 30% ilkin ödəniş ödəməklə 60 aya qədər daxili ipoteka və 22 illik bank ipotekası ilə mənzillər əldə edə bilərsiniz. Bir də sizə deyim ki, 3-4 otaqlı mənzil alanlara 5 kvadrat hədiyyə. Gördüyünüz bu ərazi bir neçə ildən sonra böyük bir şəhərciyə çevriləcək. Arkada gördüyünüz boş ərazidə 9-a yaxın bina inşa olunacaq. İndi fikirləşin, bu böyük şəhərciyin sakini olmağa hazırsınızmı? Lake City, etibarlı və premium həyat tərziniz. Mənim Pərviz qardaşım, birinci indi nəyin dadına baxacağıq? İndi baxırıq Gəncənin Kətəsinin. kətəsinə. Bax dadına gör nədir. Mən sənə deyim, bu kətə yekə deyəli, bir nəfər yesə doyacaq. Ha, doyasıdır. Gəncə kətəsi belə olur. Bəh. Amma bir dənə təklifim var. Ümumiyyətlə bizim ölkəmizə gələn turistlər həmişə bizim təbiətimizdən və mətbəximizdən danışır. Mən də istəyirəm ki, bu kətəni bizim bu qardaşımızla baxım. Gəl tanış olaq. Birinci siz tərcüməsiniz. Bəli. Adınız necə oldu? Fəzail. Fəzail, necəsən qardaşım? Sağ olun, siz necəsiniz? Qardaşımızın adı nədir? Fudur adı. Fu. Fu, düzdürüm də, Fu. Qardaşın adı Fudur. İndi sən qardaşımıza bir tərcümə elə ki, mən istəyirəm ki, bu Gəncə kətəsinin dadına ondan bir yerdə baxım. Görüm, amma düzün desin ki, dadlıdır yoxsa dadlı deyil. 它就是想跟你一起吃这个卡饼，看味道。 Amma düzün desin ha. 你吃完以后，你那等我吃完了，deyir dadına baxım deyəcəm.
Yağı da üstündə var. Bunu verirəm qonağımıza. Şişiyə. Ha, şişe. Gəncə kətəsi. Nədir bunun adı? Gəncə kətəsi. Gəncə çadası. Ay sağ ol. Biraz sinirlər sözü tezir ama. Gəncə kətəsi. Yok. Düzdür. Çinlilər xəmir yeməklərinə üstünlük vermirlər bildiyim qədər. Daha çox dəniz məhsulları falan yeyirlər. Bir də düyü yeyirlər. Ona bir dənə soruşardım da, orada Çində xəmir yeməklərinə üstünlük vermirlər. Xəmir Var var. Vermişlik kimi. Bizdə ərişdə 你们中国就是用面粉做的，吃的多不多？Dua. Bizdə də çox xəmir yeməkləri. var. Onlarda vermişlik kimi yeyirlər. Mən onlarda olmuşam. İşlərdə mən olsun təzəcə. Mən içində olmuşam, amma olan təyyarələrində çörək vermirdilər. Hə. Düyü verirdilər. Hə, düyü üstünlük verir. Balıqdır, düyüdür. İndi sən mənə düzün deyirəm. Bu Gəncə kətəsi necədir? 他说现在你已经 Özən istəyirəm. 看了味道，你现在就跟他说这个烤饼的 Amma 味道 yalandan deməsin ha. 烤饼的味道怎么样？烤我但是你说对的，好的，我说实话，这个烤饼是非常好吃， Aha. 我很喜欢。 deyə düzün deyim ki, yəni çox dadı xoşuma gəldi, dadlıdır. Çada super yakış. Yaxşı. Kədə super, yaxşı, yaxşı. Əla. Əla. Doğrudan da Gəncə kətəsinin bir özəl dadı var imiş. Qızardıblar onu. Xarç-xurs edir adamın ağzında. Bu daha ləzzət verir.是这个味道，好吧？Fırçası 但这 içdim. 跟我们吃的是这个不一样，这个是烤的，刚才没有烤。 yakış. Gəncədə Cancada çakaşı. ha, kətəsi yox. Gəncə kətəsi. Gəncə kətəsi. Çetesi. Cence. Ha bax, Bir də belə-belə yoxlar. hava da qaralır, bizə nə qədər işimiz var. 3, 2, 1. Gəncədə Cancada çakaşı. Gəncədə yox. getir, bir dənə getir. Canca çadası. Gəncə kətəsi. Gəncədə Canca çadaşı. Asa dedim onu. Ne tutar da burada? Ne tutar da burada? Mustafa Evenur, Gəncə şəhəri. Qardaşım, Sən. nə oxuyatsan bir dənə belə indi Gəncəmi yoxsa burada Yaxşı görmə bir- maşın nə qədər adam yığışıb. Yaxşı qardaşlar üçün, vətənpərvər insanlar üçün yaxşı bir Gözəl Azərbaycanımıza aid bir gözəl bir. Gedə heç də yeməmişəm. Hələ balaca bir dənə kətə yemişəm. İndi onu da həzmə verim, keçəcəm o burs yeməklərə. Vay 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 vay. Gel buraya, gel buraya. Azerbaycan elimdir, dolmayası selimdir.
Oba plus, o da plus, bu da plus. Bu da plus. Oba Plus'ta yenilikler devam edir. 1-30 iyun tarixində sizi yaddaşınızdan sınayacağım. Oba Plus mobil tətbiqində yepyeni bir oyun. Oyna, qazan. Deməli, nə edirik? Oba Plus mobil tətbiqini yükləyirik və tətbiq içində oyun mərkəzinə daxil oluruq. Və başlarını vururuq. Oyun çox maraqlıdır. Kartları eyniləşdir və bonus qazan. Nə qədər sürətli olsan, o qədər də çox bonus qazanacaqsan. Günlük maksimum 5 aylıq 50 manat qazana bilərsən. Daha nə istəyirsən? Qazandığınız bonusları rahatlıqla kassada xərcləyə bilərsiniz. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus. Alışveriş zamanı Oba Plus mobil tətbiqini oxutmağı unutmayın. Buyurun qardaş. Çox sağ olun. Ay qardaş, bazarlıq qaldı. Üzr istəyirəm, başım qarışıb oyuna. Sağ olun. Bu da plus, o da plus, o da plus. Bu yeməklərin qaydası var da, nədən sonra nə yeyirlər, qonaq gedəndə çay içirlər, çayla balaca şirniyyat, sonra yeməyi keçirlər, sonra meyvəyə keçirlər. Məndə biraz qarışıqdır asığı. Mən indi kətəni yedim, real olaraq gedişatı göstərirəm. Bax, birazdan pilov yeyəcəyik, çəkmə pilov var, Gəncəyə aid. Hələ Gəncənin dolğası var, dolması var. Amma onlardan qabaq, görün mən nə yiyirəm. Əslində bəlkə bu axırda yiyirməliydim mən. Nəfsimi saxlayamadım. Bu, bizim bibimizin pişirdiyi firnidir. Uşaqlar gördüm ki, yığışıb bu firnin başına. Dedim, bunlar buradadırsa, mən o pilovun dadına baxana qədər bunlar burada firni saxlamazlar. Bax, sən bilirəm ki, ümumiyyətlə saxlamazlar. Bəli. Bax, bəli də deyir ha. Haqqı deyiləni. Sən canım, mən başım qarışsaydı pilova, firni saxlayardın burada. Bəli, saxlayardım. Saxlayardın? Bəli. Halal sonunda sənə. Amma mən yenə də sənə inanmıram, yiyəcəm firnidən. Siz də yiyin, siz də dadına baxın. Baxmayaraq ki, göstərəm, burada çoxlu adamlar var. Hamısına deyirəm, deyirlər ki, yemirik. Ləzzət axtarışında. Şəh bu firninin dadına bir dənə baxa. Saqqız kimidir ya bu, belə bu. Buranın firnisi doğrudan başqadır ya. Bir lomba. Həmi bu lombanı ötürsün. Bəli. Bəli. Sən ötür birinci baxım. Necədir? Super. Layiq. İndi gör, həmin necə bunu ağzınla boyda asır. Yaxşıdır, Müşfiq bəy. Yaxşı da söz deyir. O, bu necə getdi, bəh. Oo, firni. Firni. Gəncə firnisi super. Deməli, Gəncə yeməklərini soruşanda ikinci kətəni deyirlər, birinci doğanı deyirlər. Gəncə doğası adlandı. Bax, o da bizim qarşımızdadır. Gəncə doğası. Burada xanımlar dedi, biz bu Gəncə doğasını belə stəkanda falan da içmirik. Belə qabda içirik. Və bu da ağartı məhsullarından hazırlandığı üçün mənə maraqlıdır. 86 yaşlı babamla yiyəcəm bu doğanın dadına baxacam. Çünki onlar bu məhsullardan yiyib, bax bu qədər ömür sürürlər də, maşallah olsun. Bax, bu doğğa Gəncə doğası.
Niyə bu qədər məşhurdur? Bütün rayonlarda doğğa bişir. Niyə bax Gəncə doğğası daha məşhurdur? Ümumiyyətcə doğu haqqında bir söz də deyim. Qabaqlar buna deyirlər ayran aşı. Ay sağ olun. Ay Onun da qiyməti bazarda satırdılar 5 qəpik. Bir çömçə qoyurlar, Ha. yeyirsən. Turşdur, içində bu göy-göyərti zat, düyü zat yoxdur. Sadəcə də qarışdırırlar, doğanı qızdırırlar, bir stakana tökürlər, stakanı 5 qəpik. Ay sağ olun. Ondan da yemişəm, ləzzət almışam. Gəncə doğası niyə ləzzətlidir? Çünki orada elə bir qida məhsulu var ki, o ona dad verir, Aha. ləzzət verir. Babacan, mən keçirəm bu doğadan sizin içində qoyuram. Xahiş edirəm bu doğanı bir yerdə yeyək, bir yerdə dadına baxaq. Bəlkə bilmək olmaz, mən də bir 80-i vurdum. Bəlkə yəni Siz- 86 istəmirəm. Siz buyurun, mənə ikicə çömçə. Siz deməli az yeyirsiniz. Ümumiyyətlə az yeyirsiniz yemək. Bu da bəsdir, sağ ol. Elə bir damızı. Şirəli baba 145 il yaşadı. Şirəli baba. O adam at belində Ay, sağ ol qara be. qoyun südü, Bəh, bu olub bunun yeməyi. Tövsiyə edirəm. Axşam yatanda ətli yemək yeməsinlər. Ancaq qatıq, doğğa, Qatıq doğğa. sakit yatmaq Yəni üçün. sağlam qalmaq istəsənsə axşam qatıqla doğğa. Özünə 86 yaşı var kişinin. Bu gün sabah 90 illiyin qeyd edəcəyik inşallah. Görürsüz maşallah olsun. Heç verməsən o yaşı. Bir dənə o doğanın dadına baxaq. Duz da tökürsüz. Doğrudan əvvəldən duz vurulmur onda. Yox. İndi bu dəqiqə bu doğada duz yoxdur. Onlar bilsin biraz qruplar, amma əslində sonradan Sonradan vurulur. Doğrudan da mən belənçi doğğa yeməmişdim. Həqiqi deyirəm, təmizinə. Mən bu ağsaqalı aparacam özümdən bütün rayonlara. Çox ləzzətli, dadlı doğğadır. Kənd doğğasıdır. Əsl. Amma mən deyim, təmizini mənim heç deyirəm. nəsə ürəyimdən keçmədi ona duz vurub. Şirindir. Belə dadı daha xoşuma gəldi. ona görə də biz duz vururuq. Hərə öz ağız dadı. Burada indi belə alınıb yoxsa qatı olur. Ona görə boş qapda yeyilir. Ha, ona görə də boşqabda yeyilir ki, qatıdır. Bizim bütün məclislərimizdə boş qapda. Xanım qoy deyim niyə ləzzətlidir. Bu qatığın üzü alınmayıb, təmiz qatıqdır. Kənd qatığıdır. Kənd qatığı da təmiz qatıqdır. Ona görə də çox dadlıdır. Çox dadlı, doğrudan. Çox. Doğanın dadlı olması, Sağ ol. onun qatığının Sağ ol şirin xanım, çox sağ ol. olmasından gəlir. Demək zövqə görə Gəncə doğasına istəsən duz da vura bilirsən, amma mən duz vurmadım, ehtiyac bilmədim. Belə çox dadlıdır. Belə şirin təhər dadı var. Uşaqlar, çayı nə ilə içərlər? Çay çayla. Ay sağ olun. Sağ ol. Ay səni. Çay kayna içilir, çayı. Nə ilə içərlər? Çay kayna. Ay sağ Uşaqlar, nuş olsun. Sağ olun. Şəbəzrü şəminə. Gətir bibicən, gətir bibi elə bir başdan gətirir. Bəh, bəh, bəh. Allah süfrənizi həmişə belə bol eləsin. Maşallah, maşallah, maşallah. Fu, bu pilovdan tez-tez yersiniz. 他说米饭也你们也吃得多，对我们最喜欢吃米饭了。 biz çok hoş diyoruz düğünü. Düyünü çox xoş. Düğünü biz de çok hoş diyoruz. Çörəkdən çox yeyirlər. Biz şöyle yemirler. Adam ancaq düy yeyirlər də.
Toyuqla arası necədir? Tizona, tizo. 鸡肉我们也喜欢吃。 Deyir toyuğa, toyuğu da çox xoş deyir. Maşallah sən məndən betər yeyənsən. Əla, əla. Bax, bu qardaşlar bizi bu gözəl həyata dəvət ediblər. Pərviz qardaşım, Eyşən qardaşım. Var olası, çox sağ olun qardaşlar. Hər şey əladır, maşallah olsun. O qədər ürəyimiz asıldı. Yəni bu qədər yolu gəlməyə doğrudan da dəydi. Çünki yemək bir qırağa da, yəni belə gözəl insanları tanımaq, tanış olmaq, o elə hər şeyə dəyər. İndi deməli bir də deyirəm, bu nə idi? Çəkmə plov. Bu çəkmə plov. Gəncənin çəkmə plovu. Sonda toyuğu ki, onları qaynadıblar, onun suyunu tökürlər o üstünə. Hə, onun üstünə tökülür. Sonra Ona görə onun adı olur çəkmə plov. çəkmə plov, bəli. Bu da çəkmədə, ha? Çəkmə plovdur, amma quzu ətindəndir. Bu quzu əti iləndir. Hə, bu paxlalıdır. Bu paxlalıdır. Paxlalı açdır. O qarasıdır. Quzu ətindən, şabalıqla. Bu da dolma, yarpaq dolması, yəni Azərbaycan yeməyidir ümumi. Çəkmə plov, şüyüd plov. Hansından? Denən hansından başlayaq? 他说，你觉得刚开始从哪边开始吃？我觉得从这边开始。 Deyir buradan başlayaq. Bu ağzının dadını bilir. Mən də bundan. 他也喜欢吃从这边开始，这边做多的。 Məhlənin xoruzuydu. Səhsə banlayıdan indi banlamır artıq, banlatmış. Məhlənin xoruzunu kəsmisiniz. Vay, vay, vay. İndi siz Allah bilir saat neçədə duracaqsınız da bundan sonra. Yenə də səhər olur. Biri də var. Bax, bir də var. Bir də alıb ha. Bismillah elə. Getdik. Bunun üstündə deməli zoğalı muğalı da olur da. Aha. Sağ olun. Mən də. Sisi. 谢谢。 Burada nuş olsun necədir? 慢慢吃。 Çin dilində deməli nuş olsun mamançı. Bəli. Bu Çin dilindədir. Ona görə də mən də özüm üçün qoyuram bu yeməkdən. Bəh. Çəkməli aş. Qardaşlar, sizə nuş olsun deyirəm. Sizə də nuş olsun. Qonağımıza da mamançı. 慢慢吃。 Mamançı. Mamançı. May ayında zoğal. Super, yakışı. Nədir? Bir camsın biri bana. Bəlkə bunun bir tərəfi Azərbaycanlıdır. Bilməm. Çəkmə plov, deməli bu. Ətdən bir dənə. Super. Şey, Ben şu an. Amma əlbəttə dedik gün qabağa yeməyəcək. Mən öz adıma demişdim oğlum. Mən demişdim ki, mən bugün qabırğa yeməyəcəm. Çünki mənim dostum, qardaşımın qabırğası əzilib. Qırılıbdır. Mən acıdan mənəm. Amma Amma qavurğa yaman gedir. Vay. ya Pərvizin gözün qabağında yeriyir. Bu da vurmadı. Bəzi zonalarda bişirirlər onu. Daşma plov deyirlər, belə saqqız kimi olur da. Yaxşı bir şirəli kimi, hə, şirəli kimi. Ürün şirəli plov deyir, şirə bu. Şirəli plov. Aha. Biz tərəfdə ona şirəli aş deyirlər. Şirəli plov, şirəli plov. Şirin diyorsa nədir? Şirin deyil. Onda şirən deyil. Südsüz olanda var. Zadlı var. Hələ şirin. Hələ yəni ona oxşur da. Bu da elə bir ki bir-birinə yapışıb. Çəkməli aş, ola bilsin başqa bir zonada şirəli aş deyirlər.
Məhlan xoruzudur.你这个看看味道啊， Nə bilmirəm. Yakışıyor. Yaxşı? Good. Good. Əla. Əlinizə qolunuza sağlıq ay bibim. Bu Gəncənin çəkmə pilovu çəkdi məni özünə. Doğrudan belə çox ləzzət elədi. Dadı əladır. Valla mən birinci dəfə bu çəkmədən yedim. Amma elə bil ki, bunlar birinci dəfədə yeyirlər. Maşallah, elə yedilər. Ağalı, Gəncəli olarlar, birinci dəfədə yeyir ağalı. Ramazanı bir səfər deyirəm. Niyə bu vaxtda kim bişirməyiblər sən üçün? Yəni elə bir söz olmur ki, bişirək də, yəni kimsə deməyibdi. Desəydi bütün bişirərdilər. Mən bilirsin, sən də elə bir çoxdan deyirsən. Yox, dəhşətdir. Deyil, əsnətdir. Süperdir. Abi, bulan xanımlardan sən dinəndə bu kişilərdən baxsınlar da bunlara, bişirsinlər də. Yox, bişirmirsiniz. Bu kişilər niyə əsrat qalıblar bu çəkməli aşağı? o aş ekskluzivdir. Biz gəlməsəydik, bunlar yiyəməyəcəklər, özüm ölüm. Necə duvarım? Mən də sənin kimi istəyirəm, bir daha bunun dadına baxam. Dəhşətdir, gözün tutulur ama. Ben gördüm ki, bayaqçı qabırğanı, amma Pərviz, mən bağışda. Mən bağışda. Mən bağışda qarın qardaşdan irəli olduğu üçün bu qabırğaya gözüm düşdü mənim. Məni bağışda Pərviz. İki qabırğa. Pərviz bağışla Pərviz. Bağışla məni Pərviz. Bağışla məni Pərviz, bağışla. Səni gözlətdim yağışda. Bağışla Pərviz, bağışla. Gəncənin çəkmə aşından yedik. Yəni bir sözlə möhtəşəm də. Yəni dadı möhtəşəm idi. Bugün bura elə yerinə düşdü. Deməli Pərvizgilin ailəsində Pərvizin çox yaxın bir dostu qonaq gəlib, özü hardan Tovuzdan. Bibi, can bibi. Və dostum maması da. Nə gətirmisən bibi bizim üçün? Bax, Bildim ki, siz gəlirsiniz. Ona görə sizə camış qatığı gətirmişəm. Sizi görəndə elə bildim evimizin daim içində olan bir adamsınız. Allah sizə ömür versin bibi. Allah sizi var eləsin. Mən gözəl dedim. Sağ olun, gözəl gününüz olsun. Təmiz, orqanik camışın qatığıdır. Camış qatıqdır, təmiz qatıqdır. Bunu indi Nuş olsun. Bax. Allah Pərvizi saxlasın. Amin. Mübarək olsun ay Pərviz. Yurdun, yuvan, həmişə xoş günlər qismət olsun. Gülər gününüz olsun. Hər səhəriniz sizə xoş dəqiqələr, saniyələr, saatlar gətirsin ay Pərviz. İnşallah. Pərviz bağına yeni köçüb, ona görə onu belə təbrik edirlər. Oğul, qız toy eləyəsiniz, bax bu təzə yurtda. Nəvəli nəticəli olasın. Elə mən də babelənsəm xonça ilə əlimdə camış qatığı ilə gəlim belə xonça ilə deyim, ay Pərviz, Hazırdır. Gətir onun tadına baxaq göstərim. Qardaş, mən bilmədim bu günləri, bu bişən yemələrin dadına mən baxdım. Allah rəsul etmiş, bu gözləmir. Fu, camış, camış, camış qatığı. Soyunuyor nə yoxdur da. Yerlər onlar elə şey. Bunlar biraz belə ağartı şeylər elə də çox yemirlər. Ha? Dadına baxmaq istəyir. 要不要尝一下看味道？要，我看着非常好吃。 Deyir dadına mən baxacağam. Ha, baxacaq. Bu nədir? Bu pendirdir bu. Oh, ya üstünün yağına bax. 谢谢。 Elə doğrudan elə marojna deyil. Bir dənə özümsün də, buradan bir dənə var. Əlbəttə, əlbəttə.
dadını qoxar. Bu elədir ki, bunu gərəncə şeylə, qaşıqla yox, hüdika ilə kəsib yeyəsən. O nədir? Ya onunla yaxşı gedir. Dolma. Bu dolma. Dolma bizim milli yeməyimizdir. Dolma是Azərbaycanın tırçanı. dolma这个是非常好吃的。 Amma onu qatıqla yeyirlər. Yəni camış qatığı ilə. dolma就是配这个。哦，配这个是吧？Ha, 我配起来你看。 Bir də onda da bax. Very good. Yağıç. Yağıcı. Sağ ol Fu, sağ ol. İndi qardaşım gördün oyun çıxardır. Ha bax. Ah, bu camış qatığına bir 2 dənə dolmanı belənsə ilişdirir. Görsən? Əsas mənzil bu. Ah, görsən baba bu formada. Super. Doğrudan da yeməklər möhtəşəm idi. Xanımların əllərinə sağlıq. Bugün hardaydıq? Bizi Gəncəlilər qonaq gətirmişdi Samuxun Sərkər kəndinə. Sərkər kəndinə. Öz qəşəng qurduqları bağa. Pərviz müəllimin bağında. Əziz Gəncəlilər, əziz bibilər, əziz ağsaqqallar, əziz qardaşlar. Doğrudan da maşallah olsun. Mən baxıram belə görürəm belə geniş qohum, əqrəba, belə bir-birinizi istəyən qohumlarsınız, qonşularsınız. Qonşu yox, hamı qohumdur. Hamı qohumdur. Ha, maşallah olsun. Yəni hər yerdə deyim belə olmur ha. Hər yerdə bu qədər adam toplaşmır. İndi bilirsiniz də biraz qohumsuluq əlaqələri biraz əvvəlki kimi deyil. İndi daha zəifdir. Amma burada maşallah mənə o qədər ləzzət elədi ki, ağsaqqalı var, ağbirçəyi var, cavan nəsildən var, uşaq var, böyük var. Hələ burada az miqdarda burdadır. Doğrudan Vallahi. mehribançılıq o qədər idi ki, adam yeməkdən çox danışmaq, tanış olmaq istəyirdi. Amma burada yekunlaşdırırıq. Xatırladım ki, baş sponsorumuz Lake City yaşayış kompleksidir. Möhtəşəm bir yaşayış kompleksidir. Və sponsorlarımız, uşaqların, böyüklərin sevimlisi Çayka şirniyyatlarıdır. Ver Çaykadan Çayka. Bizim bibilərimiz üçün əziyyət çəkiblər. İstəsiz sizlə qalıb, bibim, yaxın gəlin, nəsə. Sizlə qalıb, burada obadan biz həmişə bazarlıq edirik. Çünki oba qənaətin məkanıdır. Gətir, sponsorumuz Oba Marketlər şəbəkəsi. Öpürəm sizi, var olasınız. Və sonda bilirsiniz nə gəlir? Mənim o cırtdanım ölkənin dörd bir yanında bilirsiniz də sevildi də. Sonda cırtdanım gəlir! Gəlin! Mən sənin üçün divam, sən mənim cırtdanım. Pərvanən olum mən, başıva fırlanım. Mən sənin üçün divam, sən mənim cırtdanım. Pərvanən olum mən, başıva fırlanım. Sənsiz həyat eşkim, elə bil sönübdü. Səninlə bir ömür, nağla dönübdü. Gözümün nuru sən, ürəyim canımsan. Sən mənim sevimli, nağıl qəhrəmanımsan. Cırt cırt cırtdanım, tıçımı cırtdanım. Gəl mənə nozlaqa, sev məni cırtdanım. Cırt cırt cırtdanım, tıçımı cırtdanım. Gəl mənə nozlaqa, sev məni cırtdanım.
Baş sponsor Lake City yaşayış kompleksi. Sponsorlar: Oba Marketlər şəbəkəsi, Çayka şirniyyat məhsulları.